Dediyim kimi İmam Hüseyin əleyhissalam həmin Tasua günündə, xüsusilə Tasua günündə bir daha sübut elədi ki, mən gəlməmişəm hakimiyyət etməyə. Qiyam etməmişəm hansısa şəxsi mənafeyimə görə. Mən gəlmişəm, bəndəli ki, sol altındadır. İslam ki, gəlib təslimiyyəti insanlara gətirib, yəni Allah qarşısında təslim olmaq bəndəçilik. Gəlmişəm, sübut edəm ki, qarşı tərəf və əksəriyyət Allaha ibadət etmir. Nə qədər ki, insan qəlbləri var, insan vicdanı var, Aşuranın yeri var orada. Çünki İmam Hüseyin əleyhissalam Aşura günü, yəni Hicri 61-ci ildə, Ərəb tarixi ilə, yəni İslam tarixi ilə, Aşura günü 30 min ordu ilə qarşı-qarşıya gəlib. Və istəyi də bu olub ki, Yezid hakimiyyətdədir, məndən beyət istəyir. Yəni, Yezid bir hakim idi, təsəvvürün problem haradaydı? Bu, Yezid əyləşmişdi İslam Peyğəmbərinin kürsüsündə. Ola bilər bir adam öz hakimiyyətini qura, gücü də ola, iddia ki, mənim hakimiyyətimdir. Amma bir adam oturur elə bir yerdə, onun ləyaqəti yoxdur oturmağa. İslam Peyğəmbərin adından çıxış elə. Amma özü qumarbazdır, şərabxordur, yəni dinə inanmır bu insan. Yəni, dinə inanmayan bir insan oturub İslam Peyğəmbərinin kürsüsündə. Və nə qədər həmin o dövr repressiyalar olub, yəni Yeziddən qabaq 20 illik atasının hakimiyyəti dövründə Əhl-i Beyt arzularına xüsusilə, yəni İmam Həsən əleyhissalama, İmam Həsən əleyhissalam şəhid oldu və digər arzularına baskılar oldu, işgəncələr, repressiyalar və ölümlə nəticələnən bir hadisələr baş verdi. Bir qorxu mühiti yaranmışdı cəmiyyətdə. İslamın zahiri var idi, yəni görüntüsü var idi. Yəni namaz qılınırdı, həcc ziyarət, amma ruhu yox idi, həqiqəti yox idi. Məsələn, Tasua ilə bağlı qeyd vurdum sizə, dedim, namazın hər bir ibadətin mahiyyəti var. Eləcə də məsələn, namaz haqqında mən sizə deyim, Aşura gündə İmam Hüseyin namaz qılıb və o yolda şəhid olanlar var. Yəni İmam Hüseyni qoruyub, oxlar bədənlərinə batıb həmin o şəhidlərin. Yəni niyə İmam Hüseyin əleyhissalam Aşurada namazı bərpa elədi? Həmin faciəli bir dönəm artıq düşmən qoşunu hücum edir, namazın vaxtı ilə İmam Hüseyin namazını qıldı. Hətta ətrafında olan sahabələrin şəhadəti ilə belə nəticələndi o namaz. Yəni namazın və digər ibadətlərin mahiyyəti var. Əsas məsələ bu ki, mahiyyətini anlamalıyıq. Məsələn, namazın mahiyyətlərindən biri budur ki, namaz insanları çirkin və pislikdən çəkindirir və yaxud əmud-i din deyilir, namaz dinin sütunudur. Yəni bu namazında olan mahiyyətdir. İmam Hüseyin əleyhissalam Kərbəlada Aşura günü ibadətlərin mahiyyətini də nümayiş etdirirdi. Əslində, namaz əgər insanları qoruyursa çirkin və pisliklərdən, elə bir zamana gəlib çatmışdı müsəlmanlar, Peyğəmbər dönəmindən sonra, namazın özünü qoruyan insanlar lazımdır. Namazı müdafiə edən insanlar. Təsəvvür edin, namaz özü insanları çirkin və pisliklərdən çəkindirir. Elə bir hala gəlmiş, namaz özü adı çirklənmişdi. Pis ad götürmüşdü özünə. Yəni, o da ləkəli insanlar, pis insanların vasitəsilə o qədər namaz qılınmışdı. İmam Hüseyin əleyhissalamın böyük uğuru, onun o şəhadətinin həmişə yaşandığının əsas səbəblərindən də biri budur ki, özünü qalxan etdi namaza. Namazı çirkinlikdən, pislikdən qorudu özü. Yəni, o, onun əzəmətidir. Yəni, Kərbəla elə bir böyük məktəbdir, sadəcə bunu düzgün təhlil etmək lazımdır. Təəssüf olsun bugün Kərbəla, Aşura deyəndə orada olan baş kəsmələr, bəzi o hadisələri tarixi nağıl kimi nəql edirlər. Kərbəlanın mahiyyəti təhrif olunur, Aşura məktəbi təhrif olunur və 1400 ildə bu məktəb yaşayırsa, o təhrif edənlərlə deyil, həqiqətini başa salan insanlarla və Allahın xüsusilə bu məsələdə bir yardımı var. Çünki Allaha görə atılmış bir addımda Allah öz yardımını, çünki hər bir şeyindən keçən İmam Hüseyin və onun tərəfdarları şübhəsiz ki, hər bir şeyindən keçib bu işi qurublarsa, məktəbi, Allah da bunu daimi yaşadacaq. Əsasən bu xurafatlar yəni bizim məmləkətimizdə SSR dövründə olub. 70 illik o Allahsız imperiya ki var idi. Yəni Allahsızlıq iddiası edirdi, bizim məscidlərimizi bağlayırdı və maarifləndirməyə qoymurdu insanları. Nəyə görə deyirdim ki, Aşura bizim bildik kimliyimizdir. Biz çox dəyərlərimizi versəydi SSR dövründə Aşuramızı vermədik. Aşuramızı qoruduq. Amma təəssüflər olsun, şübhəsiz ki, həmin dövrdə maarifləndirmə olmadığına görə, kitablar olmadığına görə, televiziya vasitəsilə və digər vasitələrlə mətbuatda, yəni Aşuranın həqiqətləri insanlara çatmadığına görə artıq Aşuranı saxlamaq üçün xurafatlara əl atdılar. Aşuranın qalması üçün
bəzi savadsız insanlar, şübhəsiz ki, bu savadsızlıqdan əmələ gəlir. Ola bilər də bəzən də məqsədyönlü şəkildə bəzi belə deyək də, şeytani xüsusiyyətli savadlılar qıraqdan o əllərin özlərini göstərmədilər. O savadsızlardan istifadə edib bunu yaydılar cəmiyyətdə ki, İslamı İmam Hüseynin məşlərini gözdən salsınlar. Şübhəsiz ki, bu yol verilməzdir, müasir. Yəni, indiki dövrdə müstəqilliyimiz var bizim. Şükürlər olsun, kitablar tərcümə olunur, İslam maarifi yayılır, televiziya vasitəsilə, mətbuat vasitəsilə. Yəni, vasitələr çoxdur, məscidlər artıq açılır, məscidlərdə söhbət olunur. İndi məhdudiyyət, qeyri-məhdud onlar mövzu deyil, amma şükür olsun, SSR devri deyil, müstəqillik devridir. Biz İmam Hüseyin əleyhissalamın məktəbinin, Aşura məktəbinin tam mahiyyətini təhlil etmə imkanlarımız var. Yəni, xalqın da bunu başa düşmək üçün fürsətdən istifadə edib, başa düşmək üçün imkanları da var. Yəni, kimsə burada xurafata gedirsə əslində, bu cəhalət bataqlığına doğru gedir. Dinimizin mahiyyətini, həqiqətini öyrənməliyik. Əgər öyrənmiriksə, günah birinci növbədə indiki zamanda bizim özümüzdədir.